Yerli büdcədən sosial az təminatlı ailələrə ildə bir dəfə yardım ayrılması məsələsini də dəyişdik. Belə ki, Marneolidə qeydiyyatda olan vətəndaş yardım üçün 120 min bal təqdim etməli idisə, indi Sosial Yardım Agentliyindən bizə 120 minlik bal gətirsə yetərlidir. Marneolidə qeydiyyatda olan ürək xəstələrinə müayinə, müalicə və əməliyyat üçün yardım edirdik. İndi əməliyyat xərclərinin tam yox, böyük hissəsini ödəyəcəyik. Ata-anası olmayan körpələrə biz indiyədək ildə bir dəfə 200 lari yardım edirdik. İndi hər ay 100 lari köçürəcəyik. Bir ailədən 2 tələbə akreditasiyadan keçmiş Gürcüstan universitetlərində təhsil alırsa, tələbənin hər birinə 500 lari yardım eləyirik. Valideynləri olmayan tələbələrə isə hər ay 100 lari köçürürük. Gürcüstanın bütövlüyü uğrunda mübarizə aparmış veteranların övladlarına 500 lari miqdarında yardım eləyirik. Sosial Təminat Agentliyindən vətəndaş ailəsi haqda 60-dan 65 min baladək arayış gətirərsə, biz də ona yardım edərik. Marneoli ərazisində qeydiyyatda olan dializ xəstələrinin yol xərclərini qarşılayırıq. Əgər onlar Marneolidə müalicə olurlarsa, hər ay 20 lari, Qızılacılıda yaşayırlarsa 30 lari, digər kəndlərdə yaşayırlarsa hər ay 50 lari köçürürük. Bütün bu proqramları dəstəklədiyinə görə, qəbul etdiyinə görə bələdiyyəyə təşəkkürümü bildirirəm.